Bismillah. Ayın bu günlərində doğulanlar yanındakıları xoşbəxt edir. Kimlərdir? Bəli, numerologiyada 2, 6 və 11 tarixlərində doğulan insanların xüsusi enerjiyə sahib olduğu deyilir. Bu tarixdə doğulanlar çox vaxt ətrafındakı insanlara rahatlıq və xoşbəxtlik gətirən aura yayırlar. Qısa və dəqiq izah. İkisində doğulanlar çox həssas, mehriban və anlayışlıdır. İnsanları sakitləşdirir, mübahisələri yumuşaldırlar. Yanlarında olanlar özlərini güvəndə hiss edir. Altısında doğulanlar sevgi, ailə və qayğı enerjisi daşıyırlar. İnsanlara kömək etməyi sevirlər. Ev və münasibətlərdə harmoniya yaradırlar. 11-də doğulanlar master rəqəm, güclü intuisiya və ruhani enerji, ilham verən, motivasiya edən insanlardır. Yanındakı insanların həyatına müsbət təsir göstərirlər. Ümumi olaraq bu 3 tarixdə doğulanlar qəlb enerjisi güclü olan insanlardır. Onların yanında insanlar özlərini daha sakit, daha xoşbəxt və daha dəyərli hiss edir.